Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Real sizə Cəbrayıldan xəbər verir. Biz hazırda Şükürbəyli kəndindəyik. Kənddə 360 şagird yerlik məktəb inşa edilib. İşğaldan azad edilmiş digər ərazilərimizdən istifadəyə verilən müasir təhsil ocaqlarında olduğu kimi burada da yeni təhsil müəssisəsində də həm müəllim heyəti, həm də şagirdlər üçün hər tərəfli, ən yüksək beynəlxalq standartlara tam cavab verən mükəmməl şərait yaradılıb. Məktəbdə tədris prosesinin yüksək səviyyədə, innovativ metodologiyalara uyğun şəkildə aparılmasını təmin etmək məqsədi ilə bütün zəruri tədbirlər görülüb və fən kabinetləri ən son texnoloji imkanlarla tam hazır vəziyyətə gətirilib. Şagirdlərin nəzəri biliklərini praktikada sınavdan keçirmələri üçün müasir cihaz və avadanlıqlarla təchiz olunmuş fizika, kimya və biologiya laboratoriyalarda qurulub. Bununla yanaşı gənc nəslin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, qlobal informasiya məkanına çıxışının təmin olunması üçün yüksək sürətli internetlə təmin edilmiş informatika sinifləri, yaradıcı vərdişlərin aşılanması üçün geniş texnologiya otaqları və gənclərin milli mənəvi dəyərlər ruhunda vətənpərvər böyüməsi üçün nəzərdə tutulmuş xüsusi ibtidai hərbi hazırlıq sinifləri də istifadəyə verilib. Tədris binasında məhz şagirdlərin intellektual potensialını üzə çıxarmaq və mütaliə vərdişlərini artırmaq üçün zəngin fonda mali kitabxana, rəsmi tədbirlərin, bayram proqramlarını və konferansların keçirilməsi üçün isə akustik sistemlərlə təchiz olunmuş akt zalı təşkil olunub. Həmçinin burada xüsusi olaraq şagirdlər üçün bütün imkanlar təşkil edilib və şagirdlərin fiziki sağlamlığının qorunması, həmçinin idmana olan marağının artırılması dövlət siyasətinin prioritet istiqaməti olduğu üçün məktəbin daxilində də müasir idman qurğuları təmin olunmuş qapalı zal, eləcə də həyətyanı sahədə hər cür hava şəraitinə davamlı süni örtüklü futbol və basketbol meydançaları da peşəkar səviyyədə yaradılıb. Bizim isə Cəbrayıldan bu saata çatdıracaqlarımız bu qədər. Ancaq ən son xəbərlərdən xəbərdar olmaq istəyirsə, Realı izləməyə davam edin. Çünki gün ərzində Cəbrayıldan canlı bağlantılarımız davam edəcək.